Qalxana bənzər vəzini niyə yoxlatdırmaq lazımdır? Hashimoto kimi tanınan autoimmun xəstəliyi zamanı immun sistemi qalxana bənzər vəzinə hücum etməyə başlayır və bu onun düzgün işləməməsinə səbəb olur. Uşağınız tez yorulmağa başlayırsa, daim üşüdüyündən şikayətlənirsə, kökəlirsə, belə problemlərin ortaya çıxması endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri oyunlar və sosial media səbəbindən Avropa yeniyetmələri arasında psixi sağlamlıq problemlərinin artması fonunda smartfon istifadəsinə tütün məhsullarına olduğu kimi məhdudiyyətlər tətbiq etməyi düşünməyə çağırır. İctimai yerlərdə siqaret çəkmə qadağası kimi smartfon sahibləri üçün yaş məhdudiyyəti və onların müəyyən yerlərdə istifadəsinə qadağa tətbiq etmək lazımdır. Mütəxəssislərin fikrincə, yeniyetmələrin smartfonlardan nəzarətsiz istifadəsi onların akademik göstəricilərinə, psixi sağlamlığına, rifahına və işdə məhsuldarlığına təsir edə bilər. Salam əziz tamaşaçılar, Bakomed verilişini izləyirsiniz. Bugünkü mövzumuz hər bir vətəndaşı maraqlandıran və sağlamlığımıza birbaşa təsir göstərən icbari tibbi sığorta sistemi haqqındadır. Vətəndaşların hər biri üçün icbari tibbi sığorta əlçatandırmı? Hansı xidmətlərdən istifadə edə bilərik? Bu və digər vacib sualları cavablandırmaq üçün studiyamızın qonağı İcbari Tibbi Sığorta Agentliyindən Aynura xanım Əhmədovadır. Aynura xanım, xoş gəlmisiniz. Xoş gördük. Aynura xanım, bütün vətəndaşlar üçün icbari tibbi sığorta əlçatandımı, tibbi xidmətlərdən istifadə prosesi barədə məlumat verərdiniz zəhmət olmasa? Təşəkkür edirəm bir daha. İcbari tibbi sığorta sistemindən ölkə vətəndaşlarının hamısı istifadə edə bilər. Əslində bu sualın yaranmasının bir belə deyək səbəbi də var. Çünki bizdə sığorta haqqı ödəyənlərin sayı 2 milyona yaxın vətəndaşdır. Amma dövlətimiz ölkənin bütün vətəndaşlarına icbari tibbi sığortadan istifadə etməyə imkan veribdir. İcbari tibbi sığortanın təminat zərfinə, yəni xidmətlər zərfinə təqribən 3315 tibbi xidmət daxildir ki, bu da icbari tibbi sığorta haqqı ödəyib ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar üçün əlçatandır. Yəni, deyək ki, Almaniyada əgər kart verilirdisə insanlara, vətəndaşlara və onlar gedib kartlarını təqdim edib, hansısa tibbi xidmətdən istifadə edirdisə, Azərbaycanda bu necədir? Yəni, nə göstərməlidir insan bundan istifadə etmək üçün vətəndaş? Almaniyada sistemin elə olmasının səbəbi odur ki, yəqin siz özünüz də orada uzun müddət çalışdığınızdan bilirsiniz ki, orada icbari tibbi sığorta çərçivəsində xidmətlərdən tibbi xidmətin dəyərini, yəni sığorta haqqını hər ay ödəyən vətəndaşlara bu imkan verilir. Azərbaycanda isə bütün ölkə vətəndaşlarına bu imkan verildiyi üçün artıq sığorta kartının verilməsinə də ehtiyac qalmadı. Çünki hamının şəxsiyyət vəsiqəsi var və tibb müəssisələrində də lazım olan həmin o vəsiqədir ki, vətəndaşın belə deyək, xəstəlik tarixçəsi haqqında məlumatları sistemə daxil etsinlər. Artıq vətəndaşın belə deyək, bir sağlamlıq tarixçəsi, xəstəlik tarixçəsi yaransın ki, hansı vaxt hansı xəstəliklərdən əziyyət çəkib, hansı əməliyyatlar olubdur. Bunu da şəxsiyyət vəsiqəsi üzərindən aparmaq bizim sistem üçün daha rahatdır və hazırda da əgər kiminsə səhhətində bir narahatçılıq varsa, bəzən soruşurlar bizdən, nə etmək lazımdır sığortadan istifadə etmək üçün? Yəni, bu mürəkkəb, belə qeyri-adi bir prosedur deyil. Onsuz da xəstələnəndə hara gedirik biz hamımız? Xəstəxanaya gedirik. İndi də belə sığortadan da istifadə edən zaman xəstəxanaya gedirik, şəxsiyyət vəsiqəmizi təqdim edirik. Əgər bildiyimiz bir ixtisas həkimi varsa, tutaq ki, biz artıq bilirik ki, neçə vaxtdır bir ürək xəstəsiyik və yaxud endokrinoloq qəbuluna gedirik. Deyirik ki, biz ixtisaslı həkim qəbuluna gedirik, kardioloqun, endokrinoloqun. Yox, əgər bilmiriksə, ümumi bir müayinə olunmaq, bilmək istəyirik ki, canımız nədən ağrıyır. Bu zaman biz terapevtə yönələ bilərik həmişəki kimi. Terapevt müayinədən sonra ehtiyac duyarsa hansısa bir ixtisaslı həkimə göndərə bilər və yaxud əksinə özü xəstəni müalicə edə bilər. Yəni, Azərbaycan vətəndaşı olmaq və Azərbaycanlı şəxsiyyət vəsiqəsinin olmağı yetərlidir ki, artıq biz
sığortadan istifadə edək. Bəs bu ardıcıllıq necə olmalıdır? Ardıcıllıq belədir. Poliklinikalar ümumiyyətlə poliklinikalar sahə mexanizmi ilə, prinsipi ilə çalışırlar. Yəni həmin sahədə çalışan əhaliyə xidmət göstərirlər. Amma icbari tibbi sığortanın bir üstünlüyü var ki, vətəndaş yaşadığı yerdən asılı olmayaraq istədiyi xəstəxanaya müraciət edə bilər. Böyük xəstəxanalardan söhbət gedir. Burada poliklinikalar nəzərdə tutulmur. Məsəl üçün vətəndaş Gədəbəydə qeydiyyatdadır, amma hal-hazırda işi ilə, ailəsinin vəziyyəti ilə bağlı Bakıda yaşayır. Əlbəttə ki, buna tibbi xidmət lazım olanda o durub Gədəbəyə getməyəcəkdir. O, Bakıdakı istənilən tibb müəssisəsinə müraciət edə bilər, poliklinikalar xaric. Yəni, vətəndaş xəstələnəndə böyük dövlət tibb müəssisələrinə müraciət edə bilər, oradan tibbi xidmətini ala bilər. Əgər həmin tibbi xidmət vətəndaşa lazım olan tibbi xidmət, tutalım, xidmətlər zərfində mövcuddur. Amma bunu hər hansı bir səbəbdən vətəndaşa göstərmək mümkün deyil. Məsəl üçün, həmin ixtisas üzrə həkimlər yoxdur, müəyyən əməliyyatları etmək üçün həmin avadanlıqlar və s. yoxdur və yaxud orada növbəllik daha çoxdur. Bu zaman vətəndaşa təbii ki, imkan verilir ki, o özəl tibb müəssisələrindən birinə müraciət eləsin. Bu zamanda vətəndaşa göndəriş vərəqəsi verilir və vətəndaş oradan artıq ona gələn SMS kodu vasitəsilə hansı tibb müəssisəsinə gedəcəyini özü seçir. Tibb müəssisəsini həmin mobil tətbiqdən seçir, ancaq həkimi gedib artıq həmin xəstəxanada seçməlidir. Yəni, birinci mobil tətbiq yükləməlidir, ondan sonra mobil tətbiqdən seçim eləməlidir, müraciət eləmək istəyirsə. Bəli. Əgər dövlət xəstəxanasında istədiyi xidmət mümkün deyilsə, onda özəl xəstəxana. Bəs həkim seçə bilirmi? Əlbəttə ki, dövlət xəstəxanalarının əhatə dairəsi bilirsiniz, bizim ölkəmizdə çox böyükdür. Həm təbbin tabeliyində xeyli tibb müəssisəsi vardır. Eyni zamanda Səhiyyə Nazirliyinin tabeliyində də 9 elmi tədqiqat müəssisəsi vardır ki, vətəndaşlar orada birbaşa müraciət edə bilər. İstər ambulator, istər tibbi, stasionar tibbi xidmət üçün. Bu günlərdə yeri gəlmişkən bir məlumatımızı da sizinlə bölüşüm. Bu günlərdə vətəndaşlar üçün bir imkan da yaradıldı. Onlar artıq Azərbaycan Dövlət Tibb Universitetinin terapevtik, tədris terapevtik, eyni zamanda cərrahiyyə xəstəxanalarından, eyni zamanda Bakı Sağlamlıq Mərkəzinə stasionar xidmətlərindən birbaşa göndərişsiz istifadə edə bilərlər. Bunu yaratmaqda, bu imkanı yaratmaqda məqsəd ondan ibarət idi ki, Tibb Universitetinin tələbələrinin istehsalat təcrübə imkanlarını, onların praktiki biliklərini daha artırmaq mümkün olsun. Çünki bildiyiniz kimi icbari tibbi sığorta xəstəxanaya çoxlu xəstə axını yaradır ki, bu zamanda onların bu müxtəlif xəstələri görməyə, xəstəliklərin müayinə, müalicəsində iştirak etməyə imkanları olur tələbələrimizin. Aynura xanım, qeyd edirsiniz ki, stasionar tibbi xidmətdən, yəni yatan xəstədən söhbət gedir. Xəstə birbaşa müraciət edib yatılı xidmət ala bilər, yəni stasionar xidmət ala bilər. Bu necə olacaq? Yəni bir göndəriş olmadan necə mümkün olur? Biraz aça bilərsiniz, zəhmət olmaz. Bu zaman xəstəyə həmin tibb müəssisəsinə getmək üçün özəl tibb müəssisələri, qeyri-dövlət tibb müəssisələrinə getmək üçün göndəriş vərəqəsi verilmir. Amma belə deyək, burada siz özünüz də həkimsiniz, bilirsiniz ki, planlı və təcili xəstələr var. Burada planlıdan söhbət gedir. Tutalım, xəstəyə müayinələr olunub və deyilib ki, siz bir öd əməliyyatı keçirməlisiniz. Məsələn, qarın boşluğunda bir əməliyyat olmalıdır. Xəstə artıq bunu bilir, əlində bütün müayinələr, nəticələr var və bunu adətən bu, belə deyək, diaqnozu qoyan ambulatorda çalışan həkimlər olur. Artıq stasionarda çalışan bir cərrahə müraciət etmək lazımdır. Onsuz da xəstə, belə deyək, axtarış zamanı, seçim zamanı müxtəlif xəstəxanalara müraciət edir və bunu bildirir ki, mən əməliyyat olmaq istəyirəm. Yəni, biz həkimi seçirik bir əməliyyat olunan zamanı. Bu zamanda əlbəttə ki, bu xəstəxanalar birbaşa əlindəki bütün sənədləri, diaqnozları ilə birlikdə həmin xəstəxanaya müraciət edə bilər. Xəstəxana baxacaq sənədlərinə doğrudurmu, doğrudan da buna ehtiyac varmı, digər həkim tərəfindən qoyulan diaqnozlara və s. və planlı olaraq bir əməliyyat günü təyin olunacaqdır və o əməliyyata daxil olan sərflər, sığorta daxildirsə paketinə, o cümlədən qidalanma, tibbi sərflər hamısını icbari tibbi sığorta həmin tibb müəssisələrində də digər özəl tibb müəssisələri kimi qarşılayacaqdır. Çox gözəl. Belə bir sual verim. Bayaq tətbiq qeyd elədiniz, oradan seçə bilir. Deyək ki, mən hansısa bir rayonda, regionda, deyək ki, Tovuz rayonunun bir kəndində, dağ rayonunda yaşayan biriyəm, dağ kəndində yaşayan biriyəm və mənim dizlərim ağrıyır. Necə gəlim o prosesə çatım ki, diz əməliyyatına ehtiyac varsa, protez əməliyyatına ehtiyac varsa, əməliyyat olunsun və yəni necə edim bu ardıcıllığı, insanlara daha
aydın olsun deyə soruşmaq Tovuz istəyirəm. rayonunu misal çəkdiniz. Bəli. Gəlir Tovuz rayon mərkəzi xəstəxanasına, orada müayinələrdən keçir. Artıq müayinələr nəticəsində ambulator həkim qəbulunda məlum olur ki, məsələn, bu xəstəyə endoprotez qoyulmalıdır. Bəli. Götürək ki, Tovuz rayon mərkəzi xəstəxanasında endoprotez əməliyyatı həyata keçirilmir. Bu xüsusi tibbi səhvlərdən həyata keçirir, daha çox Bakı xəstəxanasında həyata keçirir. Xəstəxana ona göndəriş vərəqəsi verə bilər. Bu zaman əvvəllər onu deyim ki, xəstəxana seçimi elə xəstəxananın özündə olurdu. Özəl xəstəxanaya belə deyək, getmək xəstəxananın özündə keçirilirdi. Amma biz şəffaflığı artırmaq istədik. Vətəndaşa digər tərəflərdən müəyyən təsirləri azaltmaq istədik və artıq vətəndaşa bir SMS göndərilir. O SMS kodu ilə daxil ola bilər tətbiqə və əgər tətbiqi yoxdursa elə o SMS-dən xəstəxanaya da müraciət edə bilər ki, tutalım. Artıq bilir ki, məsəl üçün bir xəstəxanada çəkmək, bir A xəstəxanasında bu əməliyyat həyata keçirilir. Biz xəstəxana seçimində vətəndaşa tövsiyəmiz yalnız bundan ibarətdir. Məsəl üçün tutaq ki, endoprotez əməliyyatı, o cümlədən ürək damar sistemi əməliyyatları, bu ağır əməliyyatlardır. Və belə deyək, hər xəstəxanada da bu həyata keçirilmir. Sadəcə seçim edəndə əmin olmalısınız ki, seçdiyiniz xəstəxanada bu əməliyyat həyata keçirilir. Yəni bunu e-təbib mobil tətbiqi vasitəsilə də aparmaq mümkündür. O cümlədən ola bilər ki, kim desə bu tətbiq yoxdur, yaşlı adamlardır, hansısa formada istifadə edə bilmirlər. SMS vasitəsilə edə bilər və yaxud da elə Tovuz rayon mərkəzi xəstəxanasına müraciət edib oradan da müəyyən dəstək alıb bu prosesi həyata keçirə bilər. Gəldi Tovuz rayon mərkəzi klinik xəstəxanasına, şəxsiyyət vəsiqəsini göstərdi, məlumatları əldə elədi, orada müayinələrdən keçdi və məlum oldu ki, Bakıda əməliyyat ola bilər. Bəli, Bakıya artıq gəldi. Mesajla ona hamısı gələcək, SMS mesajla. Daha detallı bilgi əldə eləmək istəyirsə, mobil e-təbib mobil tətbiqinə məsəl üçün göndərişi əvvəllər göndəriş vərəqəsi kimi verdi. İndi adı vərəqə qalsa da, yəni o artıq mobil tətbiqdədir. Hətta bizə irad tuturlar ki, daha vərəqə deməyin, o elektron formadadır. Onun adı göndəriş etmişik. Amma yenə də göndəriş vərəqəsi kimi istifadə olunur. Çünki vərəqə burada belə simvolik gedir də, o demək deyil ki, bu vərəqdir. E-təbib mobil tətbiqində bəli, daxil olub göndərişdə ala bilər. Əvvəl belə idi. Gəlirdin xəstəxanaya, müraciət eləyirdin. Deyirdilər, sənə göndəriş verilməlidir. Gedirdin, bir gün sonra xəstəxanaya qayıdırdın, göndərişə baxırdı və s. İndi isə xeyr, siz artıq evdəsiz və görürsünüz ki, göndərişiniz təsdiqləndi. E-mobil tətbiqdə, e-təbib mobil tətbiqində göndərişi elektron şəkildə də əldə edə bilirsiniz. Oradakı lazım olan vətəndaşa həmin koddur. Yəni özəl tibb müəssisəsinə və yaxud Bakıdakı hansısa tibb müəssisəsinə gedəndə həmin kodu göstərməlidir, şəxsiyyət vəsiqəsini təqdim etməlidir ki, o doğrulama kodudur və bununla da əməliyyata, həmin tibb müəssisəsində əməliyyat olunmaq üçün artıq icbari tibbi sığorta vətəndaşın bütün xərclərini üzərinə götürmüş sayılır. Bunu da dəqiqləşdirək, gəlin vətəndaşlar üçün tam aydın olsun. Bütün xərclər deyəndə, yəni onun analizləri, qan analizləri, müayinə metodları, nələr ki istifadə olunub, İcbari tibbi sığorta paketinə daxil olan. Ola bilər ki, əməliyyat zamanı yanaşı belə deyək, hər hansı bir əməliyyatlar ola bilər, yanaşı gedən xəstəliklər ola bilər və s. Yəni icbari tibbi sığorta 3315 tibbi xidməti əhatə edir. Lakin ola bilər ki, hər hansı bir tibbi xidmət daxil deyil. Bu zaman vətəndaşa bildirilir ki, bu xidmət daxil deyil və bunun dəyərini siz özünüz ödəməlisiniz. Və bunun da dəyəri özünüz ödəməlisiniz. Necə ki, kassaya ödənilir, bunun əvəzində vətəndaşa qəbz verilir və s. Bəzən olur, vətəndaşlar düşünürlər ki, məsəl üçün müraciət ediblər, bir əməliyyat olmalıdır. O saat bizim çağrı mərkəzimizə zəng gəlir, məndən əlavə pul istəyirlər. Bəzən araşdıranda bəlli olur ki, bunu yanaşı bir əməliyyat olacaqdır, onunla bağlı istəyirlər. Məsəl üçün, daha çox bu mirvari suyunun götürülməsi, katarakta əməliyyatlarında olur. Vətəndaşa həkim təklif edir ki, daha başqa bir linzalar var və s. Onların xüsusiyyətlərini vurğulayır. Vətəndaş deyir ki, hə, yaxşıdırsa, reklamını aparır. Yaxşıdırsa, mən o linzanı istəyirəm. Sonra əlavə vəsait gələndə deyir, yox, demişlər, hamısı icbari tibbi sığorta hesabına olacaqdır. Vətəndaş əgər sığortanın belə deyək, təklif etdiyi tibbi səhvlərdən imtina edərsə, özü əlavə tibbi səhvlər istəyərsə, bu zamanda ödənişi özü etməlidir.
Onu da deyim ki, əvvəllər məsələn çox belə xəbərlər gəzirdi ki, tibbi sığortanın linzaları, təklif etdiyi linzalar Hindistan belə deyək istehsalıdır və s. və əlaxır. Biz bununla bağlı da böyük məlumatlar da yaydıq. Həmin aldığımız firmanın adını da elan etdik ki, yəni bizdə də sığortanın da təklif etdiyi linzalar Amerika istehsalıdır və s. Amma müəyyən bəzi belə deyək funksiyalar var ki, bəzi insanlar digər belə deyək linzalarda, digər firmaların təklif etdiyi linzalarda da istifadə etmək istəyirlər. Bu zaman isə biz xidmətin dəyərini ödəyirik. Vətəndaş isə tibbi sərfin məsəl üçün bu halda linzanın dəyərini öz cibindən ödəyir. Xüsusilə fərqli bir şey istəmədiyi təqdirdə əməliyyat üçün gərəkli olan hər bir xərclər, eyni zamanda əməliyyat xərcləri və əməliyyat sonrası ehtiyac olduğu halda stasionar yatış xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanır. Əgər həmin göstərilən vətəndaşa lazım olan bütün tibbi xidmətlər zərfinə daxildirsə, qarşılanır. Dediyim kimi, elə məqamlar ola bilər ki, daxil deyil. Bəs ümumiləşdirsək, insanlar üçün aydın olsun. Xidmətlər zərfinə daxil olmayan xidmətlər hansı meyarlar əsasında seçilir? Aha, çox maraqlı sualdır. Bəzən bizə də müraciətlər gəlir. Filan xidməti salardınız, o birisi xidmətə çox ehtiyac var. İndi hamı özünə lazım olan xidməti görməyəndə düşünür ki, ən vacibi mənim üçün bu idi. Xidmətlər zərfinə hazırlanmasının ümumiyyətlə meyarı var. Ölkədə 5 il ərzində əlillik və ölüm riskinə gətirilən bütün xidmətlər birinci prioritetdir. Yəni, əgər xidmətlər zərfinə hər hansı bir dəyişiklik edilərsə, həmin statistikaya baxırıq, ölkədə hansı xəstəliklər insanların daha çox əlil olmasına gətirib çıxartmışdır, daha çox insanlar arasında ölümə səbəb olmuşdur. Birinci prioritet olaraq onlar salınır. Sonra isə digər xəstəliklər də ora daxil olunur. Bildiyiniz kimi, bizdə 2023-cü ildə xidmətlər zərfi yenilənmişdir. Artıq 3000-dən çox qalxmışdır sayı. Eyni zamanda 2024-dən başlayaraq yeni xidmətlər zərfi hazırlanır. Bununla bağlı hər bir ixtisas həkimindən də görüşlər keçirilir ki, daha doğrusu hər bir ixtisas həkimi deməyək, hər sahə üzrə, məsələn, ginekologiya üzrə, oftalmologiya üzrə, ürək-damar, kardiologiya üzrə həkimlərdən görüşlər keçirilir ki, çünki biz düşünürük ki, onlar vətəndaşlarla çox təmasda olurlar, daha çox hansı xəstəliklərə ehtiyac olduğunu onlar daha yaxşı bilirlər və bu barədə bizə məlumat verərlər ki, biz zərfi daha da insanların ehtiyaclarına yönəlik hazırlayaq. Deməli, tam bir statistik analiz və ekspert rəyi əsasında hazırlanır. 2024-cü ildə xidmətlər zərfi genişləndirildi və daha çox xidmət əlavə olundu, qeyd elədiniz. 2023-cü ildə yeniləndi. 2024-də isə artıq yeni zərfin hazırlanmasına başlayıbdır. Bu proses davam edir. Biz düşünürük ki, 2025-in sonuna yeni xidmətlər zərfini təqdim edəcəyik. Amma qısaca ümumiləşdirsək, yəni dünyanın başqa yerlərində də daha çox estetik xarakter daşıyan cərrahiyyələr icbari tibbi sığorta tərəfindən qarşılanmır, deyilmi? Həyati əhəmiyyət kəsb edən, təcili yardım. Doğrudur. Kosmetik, estetik, stomatoloji proseslər, belə deyək, prosedurlar daha çox icbari tibbi sığorta tərəfindən qarşılanmır. Amma təəssüf ki, bizdə tamamilə belə deyildir. Ümumiyyətlə, dünyada indi daha çox universal tibbi xidmətə gedir. Bu universal tibbi xidmətin mahiyyəti ondan ibarətdir ki, siz dediyiniz kimi kosmetik, estetik istisna olmaqla, o cümlədən stomatoloji tibbi xidmətlər digər hamısı daxildir. Bizdə isə maliyyə resurslarının məhdudluğuna görə, bəzi tibbi xidmətlərin ölkədə icrasında məhdudiyyətlər olduğuna görə, həmin ixtisaslar üzrə həkim sayı çox azal olduğuna görə, yəni burada bir çox səbəblər var ki, bütün tibbi xidmətlər zərfə daxil deyildir. Amma agentliyin uzun müddətli planları arasında əlbəttə ki, odur ki, bizdə də universal tibbi təminat olsun. Yəni artıq xidmətlər zərfi anlayışı olmasın. Biz deyək ki, kosmetik, estetik və stomatoloji proseslər, prosedurlar istisna olmaqla bütün tibbi xidmətlər zərfə daxildir. Aynurə xanım, icbari tibbi sığorta ilə bağlı məlumatlandırma prosesini necə həyata keçirirsiniz? Yəni insanlar arasında, vətəndaşlar arasında icbari tibbi sığorta barədə məlumatlıq səviyyəsi nə yerdədir və necə həyata keçirirsiniz? Məhz icbari tibbi sığortadan necə istifadə etmək olar sualı ilə bağlı məlumatlılıq çox ürəyimicədir. Məlumatlığın səviyyəsi çox yüksəkdir. 24-cü ildə agentlik əhali arasında həm məlumatlıq, həm də məmnunluq sorğusu keçirmişdir və bu sorğuya əsasən demək olar ki, 100%-ə yaxındır, 95%-dən bir qədər yüksəkdir. Amma xidmətlər zərfi üzrə məlumatlıq təəssüf ki, 47% civarındadır. Bunun da səbəbi ondan ibarətdir ki, siz də həkimsiz, özünüz də bilirsiniz ki, o zərf
tamamilə tibbi bir sənəddir. Baxmayaraq ki, biz onu açıq şəkildə əhali üçün də qoymuşuq ki, kim istəsə açsın, baxsın. Amma o zərfə daxil olan tibbi xidmətləri oxumaq bir həkimin işidir, bir həkimin sahəsidir, onun bilik belə deyək əhatəsidir. Çünki hər bir tibbi xidmət, məsələn biz məşhur olan el arasında deyirik, katarakta əməliyyatı demirik, mirvəri su deyirik, qara su gəlmişdi, o əməliyyat deyirik. Mədədə yüzlərlə əməliyyat olunur. Biz deyirik ki, mədə əməliyyatı. Amma orada baxsaz, yəni orada 700-dən çox əməliyyat var mədə ilə bağlı. Ürək-damar sistemi ilə bağlı bizdə demək olar ki, bu sahədə mövcud olan 80-90% əməliyyatlar zərfə daxildir. Ürək-damar sistemi ən güclü tərəfidir icbari tibbi sığortanın, çünki çox böyük əhatəsindədir. Yəni orada çox az xidmət var ki, o daxil deyil. Amma daxil olmayan da tibbi xidmətlər mövcuddur təbii ki. Ona görə bu zərf barədə məlumatlığın aşağı olması bizim bu ilki hədəflərimizdəndir ki, daha çox xidmətlər zərfi haqqında insanlara məlumat verək. Həm xəstəliklər barədə məlumat veririk, həm də sonda qeyd edirik ki, bu xəstəlik icbari tibbi sığortada mövcuddur. Çalışırıq ki, bu çox asan, başa düşülən dildə, çox tibbi terminoloji dildən istifadə etmək, amma bəzən tibbidə bunsuz keçinmək mümkün olmur. Məlumatlandırma yolumuz birincisi bunlardan ibarətdir. İkincisi televiziya və radiolardır ki, bizim çox köməyimizə gəlir ki, insanları məlumatlandırmaq üçün. Bundan başqa bir çox dövlət qurumlarının hansında ki, şəraiti mümkündür. Məsələn, Asan Xidmət, Asan Kommunal, Dost Mərkəzinin, Əmək Nazirliyinin bir çox müəssisələri var ki, orada özünüz də girəndə görəcəksiniz ki, monitorlar mövcuddur. Həmin monitorlarda icbari tibbi sığortadan necə istifadə edirəm adlı gün ərzində videolar səslənir. Təbii ki, nümayiş olunur. Bu videolar səssizdir. Sadəcə orada yazı ilə görmək olar ki, şəxsiyyət vəsiqəni götür, tibb müəssisəsinə müraciət elə. Eyni zamanda tibb müəssisələrinə yolunuz düşübsə görərsiniz ki, tibb müəssisələrində də çoxlu bukletlər, posterlər vurulur bu barədə məlumatlandırmaq üçün. Yəni bütün mövcud olan demək olar ki, kommunikasiya vasitələrindən istifadə edirik ki, əhalinin məlumatlığı yüksək olsun və düşünürəm ki, məhz sığortadan necə istifadə edə bilərəm sualı artıq sual kimi deyil, qalmayıb bu il və doğrudan da bu sahədə məlumatlılıq yüksəkdir. Ən çox qarşılaşdığınız şikayətlər və problemlər nə olub 2024-cü il ərzində? Mən desəm, siz o saat gülümsüyüb, bunun cavabını bir dəfədən də tapacaqsınız. Bu növbələrdir. Tibb müəssisələrində icbari tibbi sığortadan sonra növbələrin sayı həddindən artıq artıbdır. Biz bir tərəfdən sevindirən odur ki, insanların əl çatanlığını artıbdır. Artıq səhhətində bir balaca da narahatçılıq hiss eləyən, belə bir imkan var, pulsuzdur, ödənişsizdir deyib xəstəxanaya üst tutur və müayinə olunur, vaxtında xəstəliyinin belə deyək, dərmanını tapır, müalicəsini edir. Amma eyni zamanda bu həm də çoxsaylı tibb müəssisələrində uzun növbələrə səbəb olmuşdur ki, bu da elə əhalinin məmnunluğuna təsir edən məqamlardan biridir. Əgər izləyirsinizsə, təbib tərəfindən tibb müəssisələrində randevu sisteminin yaradılması üzərində işlər gedir. Məndə olan məlumata görə yeni klinikada artıq randevu sistemi ilə həkim qəbullarına getmək mümkündür. Yəni, öncədən randevunu götürmək, artıq tibb müəssisəsinə gedib gözləməmək, həmin saatda öz həkiminin qəbuluna getmək mümkündür. Və bildiyim qədərilə bunu digər tibb müəssisələrinə də bu praktikanı yaymaq, daha da genişləndirməkdən bağlı böyük işlər aparılır orada. Aynurə xanım, yanlış xatırlamıramsa, Türkiyə oxşar praktikanı yaşayanda dövlət xəstəxanalarının yükünü azaltmaq üçün özəl xəstəxanalara keçid elədi. Yəni, əhali həddən artıq çox növbə gözləməsin deyə növbə gözləyə bilməyən xəstəliklər var çünki insanlarda özəl xəstəxanaya müraciətlərini asanlaşdırdı. Amma bizim icbari tibbi sığorta sistemi bunu bəri başdan həyata keçirir, deyilmi? Yəni birbaşa özəl tibb müəssisəsində növbələrdən bağlı yox. Yəni özəl tibb müəssisələrinə verilən göndərişlərin əsas məğzində o dayanır. Burada növbə də ola bilər. Tutalım, vətəndaşa təcili və təxirə salmaz əməliyyat lazımdır və yaxud planlı əməliyyat lazımdır, amma məsəl üçün hər hansı bir xəstəxanada ona növbə 2-3 aydır. Ancaq göndərişlərin verilməsinin əsas məqsədi ondan ibarətdir ki, biz bunu əhaliyə, təminata götürdüyümüz haqqında öhdəçilik götürmüşük, amma bunu dövlət tibb müəssisəsində həyata keçirə bilmirik. Yəni bu səbəbdən, yəni orada kadr yoxdur, bu əməliyyatı etmək üçün belə deyək, şərait yoxdur. Bu halda göndəriş vərəqəsi verilir. Amma dediyim kimi, siz də tamamilə düz buyurdunuz ki, bəzən uzun müddətli növbələrin olması səbəbindən də əməliyyatlara bu zamanda göndəriş vərəqələri verilir.
Vətəndaşlar ETS ilə bağlı suallarını necə öyrənə bilərlər? Saytda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında ən çox verilən suallar bölməsi var. Amma təbii ki, biz hamının verə biləcəyi sualları ora qeyd edə bilmərik. Onda bu çox uzun ola bilər. Eyni zamanda saytda bot xidməti var. Botda 24/7 bizim çağrı mərkəzinin əməkdaşları sualları cavablandırır. Yəni oradan istənilən sualı da verib cavab almaq mümkündür. O cümlədən əgər ehtiyacdırsa 1542 çağrı mərkəzinə 724 zəng vurmaq olar. Bu zənglərin hamısı pulsuzdur, ödənişsizdir. Vətəndaş üçün zəng vurub ala bilər və yaxud belə deyək, zəng vurdunuz, dediniz ki, indi danışa bilmirəm və yaxud düşə bilmədim. Yenə də sayta daxil ola bilərsiniz. Saytda zəng sifariş edə bilərsiniz. Daxil olursunuz ora, öz mövzunuzu seçirsiniz. Mövzu yoxdursa sizə belə deyək, həmin mövzu yoxdursa digər bölməsini seçirsiniz. Öz nömrənizi ora qoyursunuz, sizə uyğun olan saatı qeyd edirsiniz. Bizim çağrı mərkəzinin əməkdaşları sizə geri dönüş edirlər və bu üsuldan da belə deyək, öz suallarınıza cavabını öyrənə bilirsiniz. 1542 nömrəsindən çağrı mərkəzinə və burada xidmətlər zərfindən bağlı da məlumat əldə edə bilərlər. Mən bu əməliyyatı olmalıyam, xidmətlər zərfinə daxildirmi? Bəli, eyni zamanda xidmətlər zərfi də orada qoyulubdur. Xidmətlər zərfində əgər siz XBT kodunu bilirsinizsə, xidmətlər zərfi XBT kodu üzərindən hazırlanıbdır. Onsuz da vətəndaş əməliyyat olunanda onun hansı kod üzərindən olduğu da orada bildirilir. Bəli, elə XBT kodu üzərindən axtarış da verib baxa bilərsiniz. Bütün xidmətlər zərfi orada olduğu qaydada yerləşdirilib, axtarış sistemi var. Oradan baxıb həmin məlumatlara da baxa bilər. Amma biz həmişə tövsiyə edirik ki, ümumiyyətlə hər hansı bir sualınız yaranda ilk növbədə bu sualları düzgün cavablandıra bilən adam kimdir? Həkim əlbəttə ki. Çünki xəstə həkimlə təmasdadır. Onun hər hansı bir narahatçılığını qarşılaya bilər. Onun suallarını cavablandırmaqla bu narahatçılığı tamamilə yox edə bilər. Həm də həkim əməliyyat edəcək, müalicə edəcək həkim xəstə üçün ən düzgün cavabları verə biləcək şəxsdir. Amma əlbəttə ki, biz də 7/24 işləyən çağrı mərkəzimiz sahəsində bu sualları cavablandırmağa hazırıq. 2024-cü il ərzində belə bir statistika varmı sizdə ki, neçə vətəndaş müraciət edib və ya neçə xidmətdən istifadə olunub? Əlbəttə var. Ümumiyyətlə, ötən illərin, bütün illərin statistikasını götürsək, ölkə əhalisinin hər il demək olar ki, təqribən yarıdan çoxu icbari tibbi sığortadan istifadə edir. Konkret sualınıza gəlsək isə, 2024-cü ildə ölkə əhalisinin 54% istifadə etmişdir. Onlara özəl və dövlət tibbi müəssisələri tərəfindən 84 milyondan çox tibbi xidmət göstərilmişdir. Və ən çox müraciət edilən xəstəliklər isə ümumi tibbi müayinələrdir, ürək-damar sistemi xəstəlikləri üzrədir, endokrindir, tənəffüs yollarıdır. Bunlarla bağlı müraciətlər daha çox olmuşdur. Daha çox terapevtik müraciətlər olub, belə başa düşdüm. Ümumi tibbi müayinələr, bəli. Ümumi tibbi müayinələr daha çoxdur. Gələcəklə bağlı perspektivdə nələr görünür? İcbari tibbi sığortanın uzun müddətli perspektivdə Azərbaycan sağlamlıq sisteminə təsiri necə olacaq sizcə? Necə görürsünüz? Birincisi, perspektivdə olan, yəqin ki, bütün hamının da gözlədiyi ilin ikinci yarısında ambulatorda, yəni reseptlə yazılan, verilən dərmanların verilməsinə icbari tibbi sığorta üzrə Dövlət Agentliyi başlamaq istəyir. İlkin il olaraq ürək-damar sistemi xəstəlikləri üzrə dərmanları verməyi düşünürük. Sonrakı illərdə isə, yəni 26-27-ci illərdə isə həzm sistemi, tənəffüs sistemi xəstəliklərindən bağlı dərmanları verilməsi nəzərdə tutulubdur. Düşünürük ki, bu da məmnunluğun artmasına səbəb olacaq. Çünki biz əhalidən soruşanda ki, hansı məsələlər daha yolunda getməsini, sizə uyğun olmasını istəyərdiniz ki, siz qane olardınız aldığınız tibbi xidmətlərdən. Bunlardan biri növbələr idi, digəri reseptlə yazılan dərmanların verilməsi idi. Düşünürük ki, bu da həm də bu sistemin inkişafı üçün böyük töhfə olacaqdır. O ki, qaldı təsiri ümumiyyətlə bütün ölkələrdə tibbi sığorta sisteminin tətbiqi əhalinin həm tibbi xidmətlərə əl çatanlığını artırıbdır, həm də tibbi xidmətlərin keyfiyyətini artırıbdır. Eyni zamanda tibbi müəssisələrinin maddi texniki bazasını daha da yaxşılaşdırması prosesinə öz təkanını veribdir. Həkimlərin rəsmi gəlirlərin artmasına da öz müsbət təsirini göstəribdir. Ümumilikdə bütün bunlar hamısı həm ölkənin iqtisadiyyatına bir müsbət verir, əhalinin ömrünü uzadır və ümumilikdə əhalinin rifah səviyyəsində qaldırır və düşünürük ki, icbari tibbi sığorta sistemi də burada öz rolunu oynamaqda davam edəcəkdir. Aynurə xanım, qeyd elədiniz ki, növbəti ilin və ya bu ilin ikinci yarısı üçün plan budur ki,
apteklərdən bizə yazılan reseptləri icbari tibbi sığorta paketi əsasında ala biləcəyik. Bu bir tərəfdən sadəcə lazımi dərmanların yazılmasına imkan yaradacaq. Yəni Azərbaycanda ölkəmizdə çox istifadə olunan əlavə, qida əlavələri tərkibli dərmanlar yox, birbaşa ehtiyac olan molekul tərkibi bilinən dərmanların yazılmasını artıracaq. Amma digər tərəfdən də bu reseptdə yazılan dərmanların tam qarşılanması icbari tibbi sığorta tərəfindən həyata keçiriləcək, yoxsa hissəvi mi qarşılanır digər ölkələrdə olduğu kimi? 2025-ci ildə ürək-damar xəstəlikləri üzrə həyata keçiriləcək və belə bir pozitiv siyahı hazırlanacaq. Bu pozitiv siyahıda olacaqdır dərmanların adları, brendlərin adları, eyni zamanda olacaqdır onların tarifləri. Tamamilə düzgün buyurdunuz ki, burada hissəvi ödənişdən söhbət gedir. Burada iki məbləğ olacaqdır. Birinci hissə adlanacaqdır sığortanın ödədiyi məbləğ, şərti kompensasiya məbləği. Sığortanın ödədiyi məbləğ dəyişməyəcəkdir. Yəni dəyişməz olaraq qalacaq. Sizin aldığınız müştərək maliyyələşmə məbləği isə vətəndaşın aldığı dərmana görə ödədiyi məbləğ isə dəyişə bilər. Bu nədən asılı olaraq dəyişə bilər? Bildiyiniz kimi eyni tərkibli dərmanlar ola bilər ki, bunlar brend adlarına görə, buraxılan firma adlarına görə bunlar dəyişə bilər. Məsəl üçün Rusiya istehsalı, Türkiyə istehsalı, İtaliya istehsalı və s. İstehsalçı ölkə və istehsalçı şirkət öz dərmanlarına istənilən məbləği qoya bilər satış qiyməti olaraq. Biz isə öz sənədimizdə dərmanın molekulasının adı olacaqdır və dozası olacaqdır. Vətəndaş hər hansı bir dərman seçəndə şərti kompensasiya məbləği dəyişməyəcəkdir. Lakin dərmanın qiymətindən asılı olaraq onun ödədiyi müştərək maliyyələşmə məbləği dəyişə bilər. O daha uyğun qiymətli dərman seçəndə daha az ödəyəcəkdir. Daha bahalı dərman seçərsə isə agentliyin ödədiyi, sığortanın ödədiyi məbləğ dəyişmədiyi üçün yerdə qalan məbləği özü ödəyəcəyi üçün onun payına düşən məbləğ daha da yüksələcəkdir. Apteklərlə, özəl apteklərlə müqavilə bağlanacaqdır. Vətəndaşların həmin aptekləri tanınması üçün ora müəyyən loqolar vurulacaqdır və bununla bağlı artıq təbliğat işləri də aparılacaq ki, vətəndaşlar bilsinlər ki, hansı apteklərə müraciət etməlidirlər və onu da qeyd edim ki, dərmanlar elektron resept sistemi ilə veriləcəkdir. Yəni artıq vətəndaş gələndə bilinəcək ki, bu vətəndaş kimdir, ona bu dərman hansı həkim tərəfindən yazılıb və s. Bu kimi məlumatlar da sistemdə öz əksini tapacaqdır. Texnoloji yeniliklər də bu şəkildə tətbiq olunmağa başlayıb, deyilmi İTS vasitəsindən? Artıq şəxsiyyət vəsiqəsindən sistemə daxil olub, həmin şəxs barəsində bütün tibbi məlumatlar e-təbib tətbiqində öz əksini tapacaq. Vətəndaş bəli, kabinetində dərmanları, həm bütün müayinələrin nəticələrini orada görəcək. Eyni zamanda indiki halda orada onu müayinə edən, onu müalicə edən və yaxud da əməliyyat edən həkimləri ulduz sistemi ilə qiymətləndirə də bilir. Yəni orada onun bütün məlumatları var. Hansı tarixdə getmişdir, hansı xəstəxanada olmuşdur və bütün bu məlumatlar var. Texnoloji yeniliklərə gəldikdə isə vətəndaşlar məsəl üçün hər hansı bir analizlər veriblərsə, agentliyin saytına daxil olub xəstəxanaya yenidən müraciət etmədən analizlərin cavablarını görə bilər. Eyni zamanda agentliyin saytında axtarış sistemi var ki, ən çox belə deyək istifadə olunan tibbi xidmətlər hansılardır? Orada baxa bilər ki, məsələn getdiyi xəstəxanada görəsən bu digər tibbi xidmətlər mövcuddurmu? Məsələn funksional diaqnostik müayinələr, laborator müayinələr və s. bunları da sistemdən baxıb görə bilər. Yəni yeniliklər daha çox bu istiqamətdədir. Və artıq gələcək illərdə başqa tibbi problemlə bağlı digər tibb müəssisəsinə müraciət edəndə bu dəfə müraciət elədiyi həkim də sistemdən girib onun bütün tibbi məlumatlarını, öz keçmişini görüb dəyərləndirə bilir. Xəstə məlumatları fərdi məlumatlardır və hər bir kabinetə yalnız xəstənin özü daxil ola bilir. Onun şəxsi kabinetidir. Bütün tibbi məlumatları oradadır. Həkimin ona girişi olmayacaq. Xeyr. Aynurə xanım, təşəkkürlər geniş bilgiləndirdiyiniz üçün bizi, hər sualımıza ətraflı cavab verdiyiniz üçün. Son olaraq vətəndaşlara nə demək istəyərdiniz? Sağlam olsunlar. Əgər nəsə bir problemləri, çətinlikləri olarsa tibbi xidmət alanda 1542 çağrı mərkəzinə zəng vurub 724 dəstək ala bilərlər. Bir daha xatırladım ki, zənglər pulsuzdur. Hər bir vətəndaşa dəstək olmağa, yanında olmağa hazırıq. Çox sağ olun, təşəkkürlər gəldiyiniz üçün. Əziz tamaşaçılar, burada verilişimiz sona çatır. Bugün Bakumed verilişində icbari tibbi sığorta,
onun hansı xidmətlər paketindən, hansı xidmətlərdən istifadə edə bilərik, o haqqda danışdıq. Bütün suallarımızı cavablandırdı Aynurə xanım. Növbəti verilişlərdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.